Sifət mövzusunun izahına baxırıq. Deməli, sifət də əsas nitq hissəsidir və qayda olaraq demişik ki, əsas nitq hissələrinin həm leksik mənası olur, həm də qrammatik mənası. İndi isə sifətlərin qrammatik mənasından davam eləyək. Qrammatik mənasına görə sifətlər əlamət və keyfiyyət bildirə bilər. Birinci qaydamız budur. Və deyirik ki, əşyanın əlamət və keyfiyyətini bildirir. Necə, nə cür, hansı suallarla birinə cavab verir. İndi isə sifət mövzusunun izahına baxaq. Qayda olaraq biz demişik ki, sifət əsas nitq hissəsidir və əsas nitq hissələrinin həm leksik mənası var, həm də qrammatik mənası var. Sifət qrammatik mənasına görə əlamət bildirə bilər, bir də keyfiyyət bildirə bilər. Və qayda olaraq da deyirik ki, əşyanın əlamət və keyfiyyətini bildirib. Necə? Nə cür, hansı suallarla birinə cavab verən nitq hissəsinə sifət deyirik. Bu oldu sifətin əsas xüsusiyyətlərindən biri və üçüncü qaydamız da odur ki, sifət əşyaya aid olub, əşyanı izah edir. Onu izah edir. Deməli, əlamət və keyfiyyətə qaydaq təkrar olaraq dedik ki, sifət bir əlamət bildirə bilər, bir keyfiyyət bildirə bilər. Əlamət nədir? Onun zahiri görünüşündən bağlıdır, yəni zahir xaric deməkdir. Zahiri görünüşü, keyfiyyət daxili görünüşündən bağlıdır. Zahiri görünüş deyəndə biz nəyi nəzərdə tuturuq? Tutaq ki, hansısa bir əşyanın rəngini, rənglərin hamısını görürük. Deməli, zahiridir, əlamətdir. Ölçüsü, tutaq ki, böyük, iri, xırda, sonra xarici görünüş yazıram. Xarici görünüş. Tutaq ki, əyridir, düzdür, qəşəngi, pisdir. Bunlar artıq nədir? Görmüş oluruq. Xarici görünüş. Sonra formada yaza bilərik. Yenə o da xarici görünüşə aiddir. Ki, bunlar nə olacaq? Əlamət. Gözlə gördüklərimiz əlamət. Bir də var daxili xüsusiyyətlər. Daxili xüsusiyyətlərə biz aid eləyə bilərik. Tutaq ki, dad bildirənləri, xarakterləri, xasiyyəti, hal vəziyyət. Bax, bunlara aid eləyə bilərik ki, bunlar da daxili xüsusiyyətlərdir. Və mütləq şəkildə bir neçə sözümüz var ki, onları yadda saxlayaq, imtahanlarda qabağımıza çıxır. Biri nurani sözüdür ki, nuranini biz əlamət olaraq götürürük, yəni zahiri görünüşdür. Nurani nə deməkdir? Xoş üzlü bir qoca adama deyirik. Biz onun üzünə baxanda onu görə bildiyimizə görə nurani əlamətdir, xarici görünüşdür. Güvəndə bu da imtahana düşmüşdü, yəni nurani sözü əlamət olacaq. Və bir dənə qeyd yazdırıq bundan bağlı ki, bəzi sifətlər həm əlamət, həm də keyfiyyət bildirə bilər yerinə görə. Bəzi sifətlər yerinə görə əlamət də bildirə bilər, keyfiyyət də. Bildirə bilər. Məsəl üçün, nümunə yazdaq bundan bağlı. Məsələn, deyirəm ki, gözəl qız. Qızın gözəlliyini biz görürüksə, bu əlamət olacaq. Bir də deyirəm ki, gözəl bəxt. Burada bəxtin gözəlliyini görmürük. Ona görə deyəcək ki, bəxt keyfiyyət bildirdi. Bu oldu deməli əsas xüsusiyyətlərimizlə bağlı. Deməli sifət, əlamət və keyfiyyət bildirdi, fərqləndirdik. Sualların dedik ki, necə, nə cür, hansıdır? Düzdür, şəkilçilər hissəsində yazdıracağam. Elə amma hansı sualından söhbət getmişkən bu qeydi də dəftərdə yazaq. Çünki testlərdə qabağımıza çox çıxır, sınaqlarda da çox düşür. Yazır ki, hansı variantda yalnız hansı sualına cavab verən sifət var. Və ya sözlərdən hansı yalnız sualına cavab verir? Yəni, ya cümlənin içində verər, ya da sözlər şəklində verər, fərqi yoxdur. Ona görə bu qeydi mütləq şəkildə bilməliyik. Yazırıq ki, ki və dakı, dəki şəkilcili sifətlər yalnız hansı sualına cavab verir?
Bunu mütləq şəkildə yadda saxlayaq. Tutaq ki, deyirəm ki, əvvəlki hadisə hansı hadisə? Bax, bu şəkildə qabağımıza çıxa bilər dünənki. Bir də isim bölməsində bunu demişik. Sadəcə onu da yadda saxlayaq ki, ki və da ki, demək olar ki, əksər hallarda sifət yaradır. Bir dənə nə vaxt isim yarada bilər? Əvəzliklərə qoşulanda. Mənimki, səninki, özümüzdünki, sizdinki. Bax, bu tiplər bir dənə isim olacaq. Qalanları sifətdə. Harada ki, dakını görsək, sifət götürəcəyik. Burada da diqqətli oluruq. Digər suallarda problem yoxdur. Bir də digər suallarda nədə diqqətli olaq? Bunu da yenə qeyd şəklində yazdaq ki, testlərdə qabağımıza çıxır. Düzdür, sərf bölməsində keçəcəyik. Necə? Bir də nə cür? Həm sifətin, həm də zərfin sualıdır. Bəs necə fərqləndirəcəksiniz? Fərqləndirmək rahatdır. Zərf bölməsinə keçəcəyik, amma zərfə keçənə qədər sınaqlarda qabağımıza çıxa bilir və ya testlərdə qarşımıza çıxır. Əgər feilin yanındadırsa, belə yazaq, söz feilin yanındadırsa, zərf ismin yanındadırsa, sifət olacaq. Bunu da mütləq şəkildə yadda saxlayaq. Yəni, testlərdə qabağımıza çıxır. Eyni söz üzrə gedək. Tutaq ki, məsələn, deyirəm ki, yaxşı insan, bir də deyirəm, yaxşı danış. Baxın, burada hər ikisi necə sualına cavab verir. Amma biri sifətdir, çünki necə nəcür insan ismin yanında gəlibdir. Digəri necə nəcür sualına cavab verir, amma feilin yanında gəldiyinə görə zərf sayılacaq. Bu məqamımızda bildik. Daha sonra suallarını dedik, əşyaya aid olub onu izah eləməyində dedik ki, yəni ismin yanında gəlir, ismi izah eləyir. Sonra gəldik sifətin quruluşu növlərinə. Deməli, sifət quruluşu 3 cür ola bilər. Sadə, düzəltmə, mürəkkəb. Sadələr rahatdır. Kök və ya qrammatik şəkilçisindən ibarətdir. Qrammatik olaraq da burada bir dərəcə şəkilçilərini yazacağıq ki, dərəcə şəkilçiləri olanda qrammatik gedir. Bir də ismə aid şəkilçiləri qəbul edə bilər. Düzdür, sifət ismə aid olub ismi izah eləsə də, bəzən isimləşir. Yəni, ismin hal, cəm, şəxs, mənsubiyyət şəkilçilərini qəbul edə bilir. Bu halda, yəni, şəkilçi, qrammatik şəkilçisi, yəni formanı dəyişmiş olacaq. Yenə də sadə olaraq qalır. Burada diqqətli olaq. Daha sonra bir də bəzi sifətlər var ki, çaşdırıcı məqamlarda onları biz sadə götürürük. Həmin sifətlərdə də diqqətli olaq. Məsələn, çəhrayı sözü sadədir. Biz bunu sadə götürürük. Çəhra deyə söz yoxdur. Tutaq ki, əşyəvi. Sadə gedəcək, dilimizdə əşya sözü yoxdur. Bu məqamı söz yaradıcılığı mövzusunda keçəcək. Leksik şəkilçisi sözün kökündə dəyişiklik yarada bilməz. Burada da vi şəkilçisi, ivi şəkilçisi dilimizdə var. Amma kökdəki əşyanı əşya edə bilmir. Ona görə biz birlikdə kök götürürük. Əşyəvidə, sonra lüğəvi, dilimizdə lüğə sözü yoxdur. Lüğət var. Kimyəvi, kimya sözü yoxdur. Kimya var. Dünyəvi. Bunların hamısı sadə gedir, burada diqqətli olaq. Daha sonra rəsmi sözünü dəftərimizdə qeyd edirik. Rəsmlə rəsmi arasında heç bir məna əlaqəsi yoxdur. Söz o vaxt düzəltmə olar ki, məna əlaqəsi olsun. Biz rəsmdən rəsmini yarada bilmirik. Burada məna əlaqəsi yoxdur. Məsələn, hərbidən hərbi olur, amma rəsmdən rəsmi yaramayacaq. Bu məqamlarımıza da diqqət edirik. Başqa nümunələr də var. O nümunələrdə yenə yazıb atacağım. Hamısını dəftərə qeyd eləyərsiniz ki, hansı məqamlar çaşdıra bilər. Daha sonra gəldik düzəltmə sifətlər. Düzəltmə sifətlər necə olur? İsimdə dediyimiz kimi ən azı bir dənə leksik şəkilçi mütləq olmalıdır. 2 dənə də ola bilər, 3 dənə də ola bilər, qrammatik şəkilçi də ola bilər, fərqi yoxdur. Amma leksik şəkilçisi mütləqdir. Ən azı bir dənə leksik şəkilçisi olmalıdır. Və söz o vaxt düzəltmə olur ki, köklə şəkilçi arasında məna əlaqəsi olsun. Məsələn, deyirəm ki, hərbidən hərbi məna əlaqəsi var. Mülkdən mülki, elmdən elmi. Baxın, məna əlaqəsi var. Amma rəsmdən rəsmi məna əlaqəsi yox idi deyə sadə olacaq. Bir də narıncı sözünü yadda saxlayaq.
Bu düzəltmə sözü olacaq. Narınc sözündən narıncı yaranacaq. Yəni qabağımıza çıxır bu tip sözlərdə. İndi isə düzəltmələrin yaranma yoluna baxaq. Ümumiyyətlə isimdə də biz bu qaydanı demişik. Bu qayda sifətdə də var, zərfdə də var. Biz hətta feillərdə də deyirik ki, düzəltmələrin yaranma yolu kimi. Adlardan yarananlar var, bir də feillərdən yarananlar var. Bunların da əlbəttə ki, şəkilçiləri müxtəlifdir. İndi isə bunlara baxaq. Bir də bu sözlərə baxaq. Bunlar da testlərdə qabağımıza çıxıb çaşdıran sözlərdəndir. Dərin sözü sadədir, nazik sözü sadədir. Bildirki sözünün təhlili qabağımıza çıxır. Bildirki sözünün kökü bildir, ki də leksik şəkilçi olacaq. Niyə bu formada təhlil edirik? Düzdür, dilimizdə bildir deyə həm zərf var, həm feil var. Buradan yazıram bunu. Əgər belə təhlil ediriksə, bu zərfdir. Bilməkdən bildirmək yaranırsa, olur feildir. Sadəcə bizim burada bildirki sözündə sözünün zərf olub birlikdə kök götürmə səbəbimiz də oldu ki, ki-daki şəkilçisi adlara artırılır. Adlara artırılan şəkilçi olduğuna görə sözün kökü bildir zərf olacaq. Bax, burada diqqətli olaq. Sürməyi sözünün bizdə mənası düşür ki, sürməyi deməli, dim topluda var bu sual. Ki, hansı variantdakı söz forma bildirir. Bax, belə bir sual düşübdür. Variantların içində sürməyi də var, amma sürməyi forma deyil. Sürməyi rəng olacaq. Necə bir rəngdir sürməyi? Elə bil ki, tünd göylə qaranın qarışığından olan bir rəngdir. Elə bil qara ilə göyün arasında qalan qarışdırırsan, bir dənə tünd rəngi alınır. Bax, o rəng olacaq. Bunu da yadda saxlayaq. Yəni, forma deyil, sürməyi rəng olacaq. Bəddən bədxah yaranır, xah leksik şəkilçidir. Biraz əvvəl demişdik bunu. Bihal ön şəkilçidir, laqeyd ön şəkilçidir. Yəni, ona sən qeydsiz yanaşırsan, diqqət eləmirsən. Asintetik A ön şəkilçisi, asimetrik A ön şəkilçisi, asemantik A ön şəkilçisi, antihumanist anti ön şəkilçisi, formadan da formal yaranacaq L leksik şəkilçidir. Bu sözlərə diqqət eləyək, testlərdə qabağımıza çıxır. Sonra məsələn kəm fürsət deyə bilərik. Sonra ağ bəniz. Bəniz sözü çünki isimdir. Qara bəniz. Bir təhər. Və s. Bu sözləri deyə bilərik ki, bunlar olacaq adi dərəcədə. Adi dərəcədə olma səbəbi də odur ki, bunların hamısı isimdir. Bunlar isimə artırıldığına görə adi dərəcə sayılacaq. Bunu mütləq şəkildə yaxşı yadda saxlayaq. Sonra gəldik çoxaltma dərəcəsi. Çoxaltma dərəcəsi dedik ki, əlamətin normadan, yəni adi dərəcədən çox olduğunu bildirəcək. Çoxaltma dərəcəsi yenə iki üsuldan yaranacaq. Morfoloji üsul, bir də sintaktik üsul. Morfoloji yenə şəkilçilər vasitəsindəndir, sintaktik yenə sözlər vasitəsindəndir. Burada dəyişən bir qaydamız yoxdur. Çoxaltmada şəkilçi olaraq biz bir cadicə ədatını götürürük, qabağına ədat sözünü yazaq. Cadicə ədatı. Məsələn, deyirəm ki, yaxşıca, xırdaca, körpəcə. Sonra bir də m-pırısı qaydası var ki, m-pırısı olduqda yenə morfoloji sayılacaq. Məsəl üçün, qıpqırmızı. Bu da necə yaranır? Sözün iki hecasını götürürsən, arasına m-pırısıdan birini əlavə eləyirsən, sonra yenə sözün özünü yazırsan. Qıpqırmızı. Və ya tutaq ki, yazıram yaşıl. İki hecasını yazdırsan, arasına m-pırısıdan birini əlavə eləyirsən. Olur morfoloji üsulumuz. Və cadicədə mütləq şəkildə diqqətli olaq. Testlərə çox düşür, uşaqların da çoxsu çaşıb gedir onu götürür azaltma dərəcəsi. Amma qəti şəkildə azaltma götürmürük. Mənaca da əslində azaltma yoxşamır. Bax deyirəm ki, xırdaca daşları yığdıq tutaq ki. Xırdaca daş nədir? Ən xırda olanlar, ən balaca olanlar. Bax çoxaltdım mən, ən sözünü artırdım. Tutaq ki, məsələn, bir dənə böyük, bir dənə vərəqdir və ya kağız.
kağızdır, götürək. Xırdadır, onu xırda yerə böldüm, balaca oldu. Deyirəm, bu xırdadır. Sonra götürüb onu lap balaca doğrayıb deyirik ki, xırdaca. Biz onun xırdalığını nə elədik? Əvvəl böyükdür, xırdalaya gəldik, lap xırdaca elədik. Deməli, çoxaltma dərəcəsidir. Körpəcə də eyni qaydada. Tax ki, körpə deyərəm 7-8 aylıq uşağa, körpəcə deyərəm, tax ki, 1 aylıq uşağa, yeni doğulmuş uşağa. Bu formada gedəcək M pırısını da bildik. Bir də burada dümdüzdə diqqətli olaq. Dümdüzdə M pırısı ilə yaranıbdır, düm hissəci ilə, yəni morfoloji üsula aiddir. Yazma səbəbim odur ki, düm hissəciyi danışacağıq indi sintaktik üsulda. Dümdüzdəki o düm hissəciyi deyil, M pırısıdakıdır. Ona görə burada diqqətli olaq. Gəldik indi sintaktik üsul. Sintaktik üsula aiddir birinci olaraq ədatlarımız var. Ən, lap, çox, daha, olduqca. Ayrı yazılacaq bunlar. Sonra zil ayrı yazılacaq. Bunlara işarə qoyaq. Ayrı. Düm bitişik yazılacaq. Sonra tünd bu tekstlə yazılır. Və eyni ilə açıq kimi ancaq rəngləri artırılır. Digər sözlərə artırılarsa biz bunu çoxaltma dərəcəsi kimi götürə bilməyəcəyik. Deməli, bu da oldu çoxaltma dərəcəsinə bağlı xüsusiyyətlərimiz. İndi yenə qeydlərimizə qaydaq. Biraz əvvəl birinci qeydimiz o idi ki, dərəcə əlaməti ancaq nəyə artırıldıqda olurdu? Sifətə. İndi bəzi sözlərimiz var, yenə onlara baxaq. Tax ki, yazıram bura balaca sözü. Balaca sözü adi dərəcədədir, çünki bala isimdir. Bala isim olduğuna görə balaca bütövlükdə olacaq adi dərəcəli sifət. Yəni, burada cadicə leksik şəkilçi kimi gedibdir. Burada diqqətli olaq, bumbuz sözünə baxırıq. Bumbuz yenə adi dərəcədir, çünki buz isim olduğuna görə adi dərəcəli sifət sayılmış olacaq. Bir də büsbütündə diqqətli olaq. Büsbütündə də M pırısı ilə yaransa da büsbütün ümumiyyətlə sifət deyil, büsbütün zərf olacaq. Balaca ilə bumbuz sifətdir, adi dərəcədə, amma büsbütün ümumiyyətlə sifət deyil, zərfdir. Testlərdə qabağımıza çox çıxır. Buna da diqqətli olaq, yəni diqqət eləyək. Tünd demişik biraz əvvəl ki, rəngləri artırmalıdır. Tünd xasiyyətlisək, bu tiplərdə tünd əgər bitişikdirsə, tünd rəng tutaq ki, bunlar artıq necə olacaq? Tünd xasiyyət kimlərdə? Adi dərəcə olmuş olur. Bu hissələrimizi bitirdik. Bir də açıqla bağlı yuxarıda demədiyimiz bəzi sözlər var testlərə düşənlərdən. Onlarda yazaq. Biri açıq aşkardır. Bir də açıq aydındır. Niyə bunu yazdım? Çünki defslə yazılsa da sifəti artırılıbdır. Sifəti də artırılmağı da düzdür. Çaşdıra bilər o baxımdan, amma çaşmırıq. Çünki hər ikisi rəng deyil. Biz demişik ki, açıqla tünd rənglərə artırıldıqda ya azaltma, ya çoxaltmanı yaradacaq. Bu ona görə adi dərəcədir. Ümsov, sonra sov, şım, raqrək, sonra yalnız. Bunlar olacaq morfoloji üsuldakı göstəricilərimiz, şəkilçilərimiz. Şəkilçiləri yaxşı yadda saxlayaq. Məsələn, nümunələr də yazdaq bir-iki dənə. Tax ki, gödərək. Burada gödərək sözündə bir dənə ona diqqət eləyək ki, sözümüz gödək olsa da kilsə sanki düşübdür. Bu formada gedir, amma gödərəyi də aid eləyirik. Yəni, qeyd olaraq bunu da yadda saxlayaq. Sarıdan sarışın yarana bilər, göydən göyümtül yaranar, sarıdan sarımtıraq yaranar, ağdan ağımsov yaranar, qaradan qaraşın yaranar, qaradan qarı yanız, sarı yanız. Bax, bu tip sözlərimiz yaranacaq. İndi keçirik sintaktik üsul. Sintaktik üsul dedik ki, sözlərlə yaranır. Hansı sözlər var? Birinci olaraq az sözü var. Sonra açıq, ala sözü var, təhər sözü var, bir də kəm sözü var.
Bu sözlərin yazılışlarını da yadda saxlayaq. Az ayrı yazılacaq. Deyirəm ki, az şirin ayrı olacaq. Açıq ala defislə yazılacaq. Tutaq ki, deyirəm ki, ala yarımçıq. Sonra təhərlə kəm də bitişik yazılacaq. Bunlara da diqqət edirik. Və açıqla bağlı bir qeydimiz var. Bu qeydi yazaq açıqla bağlı. Açıq sözün yalnız rəngləri artırıldıqda azaltma dərəcəsi yaradır. Və defislə yazılacaq, ancaq rənglərdə. Bu oldu deməli açıqla bağlı qaydalarımız və biraz da əvvəl biz belə bir qeyd demişdik. Təkrar bu qeydə qayıdıram. Sözün dərəcədə olmağı üçün biz ancaq sifəti artırmalıydıq. Yəni yalnız sifəti artırılanda dərəcə yaradır. Ona görə bizim bəzi sözlərimiz var ki, onları biz azaltma dərəcəsi götürə bilmirik. Bu hansı sözlərdir? Yenə qeyd olaraq yazırıq. Məsələn, kəm savad, kəm hövsələ, tünd xasiyyət. Bunu tündü çoxaltmada yazacağam. İndi azaltma ilə bağlı gedir. Dedik ki, dərəcə əlaməti də deyəndə nəyi nəzərə tuturuq? Şəkilci, yəni dərəcə yaradan şəkilci, bir də sözləri. Nümunələri hələ göstərmirəm. Dərəcələrdən danışdıqca nümunə göstərib bu qeydə bir də qayıdacağam. Deməli, sifətin 3 dənə dərəcəsi var. Adi dərəcə, azaltma dərəcəsi və çoxaltma dərəcə. Adi dərəcə nədir? Əlamətin və keyfiyyətin normada olduğunu bildirir. Adi dərəcənin özünə məxsus əlaməti, göstəricisi yoxdur. Yəni şəkilçisi və ya qrammatik bir göstərici olaraq nəyinəsə yaranmır. Və digər dərəcələr üçün əsas meyardır. Bu qeydə qaydanı da mütləq şəkildə yazırıq. Digər dərəcələr üçün əsas meyardır. Bu nə deməkdir? Yəni azaltma ilə çoxaltma adi dərəcə əsasında yaranacaq. Tutaq ki, gözəl sözü adi dərəcədir, meyardır. Çox gözəl, çoxaltdıq. Gözəl təhər azaltmış olduq. Bu formada gedəcək. Başqa bir xüsusiyyəti yoxdur. Dördüncünü qeyd olaraq yazaq bunu. Bütün sifətlər adi dərəcədə ola bilir. Bu qeydi yazaq. Çünki doğru yanlış şəkildə qabağımıza çıxıb, bununla əlaqəli ikinci qeydimiz də var. Ona görə bu qeydi yazırıq. Bütün sifətlər adi dərəcədə olur. İkinci qeydimizdə yazdırıq. Bütün sifətlər dərəcəyə görə dəyişə bilmir. Yəni azaltma və çoxaltmada ola bilmir. Dərəcəyə görə dəyişə bilmir. Məsəl üçün, deyək ki, dərəcəyə görə dəyişə bilməyənləri elmi, çox elmi, az elmi deyə bilmirik. Və ya əşyəvi, çox əşyəvi, az əşyəvi əlamətləri artırıb dəyişə bilmirik. Bir də ki, daki şəkilçiləri yadda saxlayaq. Ki və dakiyə biz demişdik ki, yalnız hansı suala cavab verir. Bu dərəcəyə görə dəyişə bilməyəcək. Tutaq ki, elmi sözünü aid eləyə bilərik. Biraz əvvəl dediklərimizdən tutaq ki, mənəvi sözüdür və s. artıra bilərik. Bu tip sözlər dərəcəyə görə dəyişmir. Yalnız adi dərəcədə olur. Bütün sifətlər dərəcəyə görə dəyişə bilmir, amma bütün sifətlər adi dərəcədə ola biləcək. Qeydimizi bildik. İndi keçirik azaltma dərəcəsi.
Biraz əvvəl dedik ki, adi dərəcə norma dərəcə idi, meyar dərəcə idi, özünə məxsus göstəricisi yox idi. Azaltma dərəcəsi nədir? Biraz əvvəl o dediyimiz adi dərəcə var ya, normada olan. Onun normadan az olduğunu göstərir, yəni meyarın az olduğunu göstərəcək. Və azaltma dərəcəsinin özünə məxsus göstəriciləri var. Göstəricilərinə görə biz azaltma dərəcəsinin yaranma yolunu iki qrupa bölürük. Bir, morfoloji üsul, bir də sintaktik üsul. İndi morfoloji üsul nə iləndir? Şəkilcilər vasitəsilədir. Sintaktik üsul sözlər vasitəsilədir. Morfoloji üsula aid olanlarımız hansılardır? Yazaq. Tutaq ki, ımtıl, ağdan ağımtıl, ımtıraq, qarma qarışıq. Əzik, üzük. Bir də burada əzik, üzükdə diqqətli olaq. Bəzən uşaqlar deyir ki, dilimizdə üzük sözü var. Düzdür, üzük sözü var dilimizdə. Amma əzikə uyğun şəkildə biz üzük dediyimizə görə bu o bildiyimiz üzük mənasında nəzərdə tutulmur. Ona görə bir tərəfi ayrılıqda işlənə bilməyənə aid eləyəcək bunda. Deməli, sifətin quruluşu növlərində bitirdik. İndi isə keçirik sifətin dərəcələrinə. Yadda saxlayaq ki, dərəcə anlayışı yalnız sifətə aiddir. Heç bir nitq hissəsində dərəcə anlayışı yoxdur. Elə sifəti digər nitq hissələrindən fərqləndirən xüsusiyyətdə dərəcəyə görə dəyişə bilməsidir. Testlərdə qabağımıza çıxsa, bu variantı rahatlıqla götürə bilərik. Deməli, sifəti digərlərindən fərqləndirən dərəcəyə görə dəyişməkdir. Və ən vacib qeydimizi yazırıq. Bu qeydimiz nə ilə bağlıdır? Dərəcə əlaməti ancaq sifətə artırıldıqda dərəcə yaradır. Yəni isimdir, saydır, əvəzlikdir və ya zət digərlərinə dərəcə əlaməti, yəni şəkilcisini, sözünü artıranda dərəcə yaratmış olmuruq. Ona görə bu qeydi mütləq şəkildə dəftərə yazaq. Ən sonda bu qeydə aid nümunələr bir də göstərəcəm. Qaydamızı yazdıq. İndi isə yəni qeydimizə uyğun bir dənə də nümunə yazaq. Ta ki, testə düşənlərdən yazıram. Şirin meyvələr. Yəni, buradakı larlar şəkilcisi mütləqdir. Sonra gəldik mürəkkəblərdə ikinci qayda. Eyni sözün təkrarını demişdik. Yaxın və əks mənalı sözlərin birləşməsi. Tutaq ki, evli, eşikli deyə bilərik. Ağlı, qaralı deyə bilərik. Bax, bu tip ifadələrimiz də var ki, defislə yazılacaq. Sonra qeyri sözündən, qeyri-adi, qeyri-müəyyən bunlar da defislə yazılacaq. Bir tərəfə ayrılıqda işlənməyən. Məsələn, nümunə yazıram. Tutaq ki, sözün kökü gül, mamə inkar, ən də yenə qrammatik. Bu da olacaq feili sifət. Amma güləyən olsaydı, gül sözün kökü əyəndə şəkilcisi, leksik şəkilcisi. Bu da olacaq sifət. Bu qədər sadə. Maksimum dərəcədə diqqətli olaq, testlərdə qabağımıza çox çıxacaq. Sonra ağanın əyən şəkilcisini danışdıq, geri qaydıram. Elə burada da gördük. Güləyən, ağlağan, oynağan şəklində. Ğır şəkilcisi. Gəlirsən ki, gərgin olur, yorulursan ki, yorğun olur. Iq. Açırsan ki, açıq, əzirsən ki, əzlik, uçur ki, uçuq, böyüməkdən böyük. Burada da diqqətli olaq, testlərdə qabağımıza çıxır. Kiçik sözü sadədir, amma böyük sözü düzəltmədir. Qorxmaqdan qorxunc, gülməkdən gülünc, iyrənməkdən iyrənc şəklində gedir. Utanmaqdan utancaq, vurmaqdan vurma, çatmaqdan çatma. Mamə şəkilcisi isim də yarada bilər. Qovurmaqdan qovurma məsəl üçün. Sifət də yarada bilir. Vurursan ki, vurma, çatır ki, çatma. Köçməkdən köçəri, bunlar qeyri-məhsuldar şəkilçidir. Dalaşqan sözünü mütləq şəkildə dəftərə qeyd eləyək. Çünki dalaşmaq sözü, ümumiyyətlə feildə dalaşmaq, sifətdə dalaşqan, qabağımıza çox çıxır təhlillə bağlı. Dalaşmaq sözünün kökü daladır. Çünki durduq yerə heç kəsdən dalaşmır. Kimsə nəsə olur, dalayırsan ki, dalamaq nədir? Elə bir ki, qıcıqlandırır, dalayır və dalaşırsan, dalaşan adamı da deyirik dalaşqan. Salla çalış arasında əlaqə yoxdur, deyil, kök olacaq. Satmaqdan satqın, kəsməkdən kəskin, ölməkdən öldürmək və öldürücü, qızmaqdan
qızdırmaq, qızdırmaqdan da qızdırıcı. Yadınızda da demişdik ki, qızarmaq sözünün kökü qızları idi, amma qızdırmaq sözünün kökü qızdı. Çünki qızmaqda otaqda ki qızdır, nəsə qızır, qızdırır elə. Amma ki, nəsə qızanda rəngi qızarmış olmur həmişə. Məsələn, deyirəm ki, otaq qızdı, otağın rəngi qızarmadı. Amma tutaq ki, deyirəm ki, odun peçi, peç də götürək də, o yandırırıq onları. Tutaq ki, qızır və otağı qızdırmağa başlayır. Oxşamaqdan oxşar, axmaqdan axar, qaynamaqdan qaynar, gülməkdən gülər. Sonra qorxmaqdan qorxaq, çökməkdən çökək, ürkməkdən ürkək, deyinməkdən deyirsən ki, deyinmək olur, yəni çox deyinir və deyinməkdən də deyingən. Qudurmaqdan qudurğan, qanmaqdan qanmaz, dinməkdən dinməz. Bu sözlərdə də diqqətli olaq. Qabağımıza çıxır təhlillə bağlı. Bu oldu düzəltmə sifətlər. İndi isə keçirik mürəkkəb sifətlərlə bağlı qaydalarımıza. Mürəkkəb sifətlər necə yaranacaq? 2 və daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsindən yaranır. İsimdə də bu qaydanı demişdik. 2 və daha artıq söz məna və qrammatik cəhətdən birləşəcək. Bura 2 plus yazıram. Mürəkkəb sifətlər eyni ilə isimdə dediyimiz qaydadır. Ayrı yazıla bilməz. Qeyd olaraq dəftərə yazaq. Nə mürəkkəb isimlər, nə də mürəkkəb sifətlər. Ayrı yazıla bilməz. Deməli, necə yazılır onda? Ya bitişik, ya da defislə yazılır. İndi isə baxaq, nə vaxt bitişik, nə vaxt defisli olacaq. Bitişik yazılmağı 2 və daha artıq müxtəlif mənalı söz birləşirsə, eyni ilə isimdəki kimi. Onda biz olacaq, yəni biz bunu götürürük bitişik yazılanlar kimi. Tutaq ki, açıq qəlbli. Bu formada açıqla qəlb arasında əlaqə yoxdur. Və ya tünd xasiyyət, yenə ala göz. Bunlar bitişik yazılacaq. İkinci qayda bitişik yazılanlarda A və B bitişdiricisidir ki, bunlar da deməli yazılacaq bitişik formada. Tutaq ki, rəngbərəng, cürbəcür şəklində nümunələrimizi göstəririk. Sonra keçirik defislə yazılanlar. Defislə yazılanlar eyni sözün təkrarı. Tutaq ki, şirin-şirin meyvələr. Acı-acı, tutaq ki, bibərlər. Bunu da qeyd olaraq dəftərə yazırıq. Mütləq şəkildə vacib qeydimiz var burada. Eyni sözün təkrarından sonra, yəni təkrarından yaranan sifətlərdən sonra gələn isimlər mütləq cəmdə olmalıdır. Güvəndə keçən yox, ondan əvvəlki il idi, imtahana düşmüşdü. Yazmışdı ki, hansı variantda gələn isimlə bağlı səhvlik var. Bax, belə bir sual idi. Burada da səhv olan variantımız nə idi? Yazılmışdı ki, birində geniş-geniş auditoriyalar idi. Bu düzdür. Geniş-geniş eyni sözün təkrarından yaranan sifətdir. Auditoriya ismi də cəmləşlənib düzdür. Bir də şirin-şirin meyvə yazılmışdı. Bax, bu səhv idi. Çünki şirin-şirin meyvələr olmalı idi. Belə bir test idi. Hətta normalarda da qabağımıza çıxır. Yazır ki, hansında qrammatik norma pozulubdur. Əgər eyni sözün təkrarından yaranan sifətlərdən sonra gələn isim təkdə olsa, normanı pozacaq. Qayda olaraq cəmdə olmalıdır. Bunu da qeyd olaraq yazırıq.